Xəbər verildiyi kimi Azərbaycandan Gəncədən qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Doğru xəbər Azərbaycan bildirir ki, Azərbaycan lideri İlham Əliyev Türkiyə ilə həmkarı Rəcəb Tayyib Ərdoğana faciə ilə bağlı başsağlığı verib. Gürcüstan Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı istintaq başladığını açıqlayıb. Hazırda Türkiyə və Gürcüstandan olan qruplar koordinasiyalı şəkildə axtarış xilas etmə işləri həyata keçirirlər. Türkiyə Müdafiə Nazirliyinin verdiyi son dəqiqə məlumata görə Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbiçi olub. Ölkə ərazisinə daxil olduqdan bir neçə dəqiqə sonra Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə həyəcan siqnalı vermədən radarlardan itib. Bu barədə Gürcüstan Hava Naviqasiya Xidməti məlumat yayıb. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış xilas etmə tədbirləri həyata keçirilməyə başlanıb deyə məlumatda açıqlanıb. Qeyd etdiyimiz kimi Prezident İlham Əliyev Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib, başsağlığı mətnində deyilir. Əziz qardaşım, Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində hərbiçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin üzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.